Salam, hər vaxtınız xeyir olsun. Mən Fəs Akademinin Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə isim və zərf üçün ortaq olan bəzi sözlərin izahına baxacağıq ki, hansı cümlənin tərkibində həmin sözlər isim sayılır, hansı cümlələrdə zərf sayılacaq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mövzumuzun izahına. Ümumiyyətlə, gəlin görək, isim nədir, zərf nədir? İsim cümlənin tərkibində işlənən, kimlə sualına cavab verən, ad bildirən sözlərə deyilir. Zərf isə hərəkətə aid olan, hərəkətin zamanını, yerini, məkanını, tərzini, miqdarını bildirən əsas nitq hissəsidir. Biz bugün zərfin əsasən zaman bildirən növlərindən danışacağıq. İsim və zərf üçün ortaq olan hansı sözlər ola bilər? Məsələn, səhər sözü, axşam, gecə, gündüz. Bu tip sözlər və əlavə olaraq bura qış, yaz, yay, payız tipli sözləri əlavə edə bilərik. Birinci baxacağıq ilk sözlərə. Məsələn, səhər, axşam, gecə, gündüz. Bu sözlər nə zaman isim, nə zaman zərf. Yadda saxlayın ki, bunun çox sadə bir üsulu var. Sual verməklə. Sual verəcək. Əgər verdiyimiz sual cümlə tərkibində həmin söz ismin sualına cavab verirsə, yəni nə sualına cavab verirsə, isim sayılacaq. Əgər həmin cümlə tərkibində bu sözlər nə zaman, nə vaxt, haçan sualına cavab verəcəksə, zərf sayılacaq. Məsələn, axşam atam qayıdacaq. Burada biz sual veririk. Nə vaxt, nə zaman qayıdacaq? Baxın, nə zaman sualını verdik. Əgər nə zaman sualını veririksə, demək ki, burada zaman bildirir. Zaman anlayışı varsa zərfdir. Və yaxud da sual, başqa bir cümlədə sual verək. Axşam düşdü. Artıq burada biz nə zaman düşdü deyə bilmirik axı. Sual veririk. Nə düşdü? Axşam düşdü. Demək ki, burada isə isim olacaq. Ümumiyyətlə, yadda saxlayın. Bayaq da dediyimiz kimi, ismin sualını veririksə, isim götürəcək. Zərfin sualını verirsə, zərf götürəcək. Məsələn, baxaq səhər sözünə. Səhər bizə gələcək. Nə vaxt, nə zaman bizə gələcək? Zamanın sualını verdikmi? Demək ki, zaman zərfidir. Və yaxud da ki, səhər açıldı. Nə açıldı? Burada nə sualını verdiyimiz üçün isim sayılacaq. Digər sözlərin də hər biri bu tip izah oluna bilər. Bəs yaxşı, qış, yaz, yay, payız. Bu sözlər nə vaxt zərf, nə vaxt isim olur? Əgər bu sözlərə da, dəl, leksik şəkilçisini artırıb zərf düzəldiriksə, zərfin sualını veririksə, zaman zərfidir. Yox, yenə də nə sualını verəcəksə, o zaman isim sayılacaq. Məsələn, qışda havalar soyuq keçir. Nə vaxt, nə zaman havalar soyuq keçir? Qışda. Burada yadda saxlayın ki, dadə şəkilçisini yerli hal şəkilçisindən qarışdırmaq olmaz. Yerli hal şəkilçisi qrammatik şəkilçidir. Qışda, yazda, yayda, payızda bunlar isə buradakı dadə şəkilçisi olacaq leksik şəkilçi. Bəs bunların fərqini necə bilək? Bunu biz sizinlə leksikada, daha doğrusu söz yaradıcılığında hansı ki leksik şəkilçi, qrammatik şəkilçini keçəndə izah eləmişdik. Demişdik ki, əgər sual veririk, sualın tərkibində həmin şəkilçini eşidiriksə, qrammatik şəkilçi, məsələn, həyətdə, harada, harada, danı eşitdiksə demək ki, qrammatikdir. Amma sualı eşitmiriksə, leksik şəkilçidir. Məsələn, qışda, nə zaman? Burada nə zamanın içərisində dadəni eşitmirik. Demək ki, leksikdir, yeni söz düzəlib. Buna cümlə tərkibində baxaq. Məsələn, deyək ki, yazda havalar isinməyə başlayır. Nə vaxt, nə zaman havalar isinməyə başlayır? Yazda. Buradakı yazda, yaz sözün kökü isimdir. Dadə şəkilçisini artırıb zərf düzəltmişik və zaman zərfidir. Nə zaman sualına cavab verir? Burada yazda sözünü zərf götürəcəyik. Və yaxud da deyirik ki, yaz gəlmişdi. Nə gəlmişdi? Burada artıq yaz sözü nə sualına cavab verdiyi üçün, ismin sualına cavab verdiyi üçün olacaq isim. Belə, bugünlük izahımız bu qədər. Əgər video sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, fikirlərinizi rəy bölməsini bizimlə bölüşməyi unutmayın. Hələlik bu qədər. Gələn videolarda görüşənə qədər hələlik.